Salam əziz şagirdlər. Ümid edirəm hər biriniz yaxşısınız və imtahandan uğurlu nəticə ilə geri dönmüsünüz. Bugün mən sizlərə riyaziyyatdan keçirilmiş buraxılış imtahanı suallarının izahlarını verəcəm. Vaxt itirmədən keçək birinci sualın izahına. Sualdan deyilir ki, A və B çoxluqları verilib. A fərq, B-ni tap. Bu nə deməkdir? A-ya daxil olan, lakin B-yə daxil olmayan elementlər. Yəni, bu elementlər elədir ki, yalnız A-da yer alırlar. Məsələn, mən buradan 2 götürsəm, yaza bilmərəm. Çünki bu B-də də var. Mən elə element istəyirəm ki, yalnız A-da olsun. Bunlar hansılardır? 1-dir, 3-dür və 5-dir. Bu da eləyir hansı variant? B variantı. 62 funksiya sualıdır. İmtahandan əvvəl müzakirə etmişik bunu. Və bu sualda deyilir ki, fx funksiyası bu şəkildədir. Bizdən f2 tələb edir. Baxın uşaqlar, buradan fx yazıram. Bu tərəfdə də f3 yazıram. Bu bizə nəyə işarətdir? Burada f-im var, x-imin yerində 3 dayanıb. Ona gətirib bu ifadədə x-ə nə yazaram? 3 yazaram. Yəni yazaram ki, 2 vur 3 plus 3 və bölünsün nə? 3-ün kvadratı plus 2. Bu da nə verir? 11-də 9 verir. B variantı. Daha sonra keçək növbəti suala. Sualda deyilir ki, verilən kəsiri ixtisar eləyin. Nə eləyərik burada? 25a kvadrat minus 16-nı yazaram 4-ün kvadratı kimi. Bölünsün də 5a plus 4 bərabərdir. Bu ifadə bizə nəyi xatırladır? A kvadrat minus B kvadratını. Yəni 5a minus 4 vuraq 5a plus 4. Bölünsün də nə? 5a plus 4. Bunlar ixtisar gedir. Yerdə nə qalır? 5a minus 4. Yəni D variantı. 64 düzbucağlının diagonalları sayı bilirik ki 2-yə bərabərdir. Bu şəkildə 2 diagonalı var. Baxın, bu birinci diagonalımız. Bu birinci diagonal. Bu da bizim ikinci diagonalımız. Yəni cavab olur Y variantı. 65-də deyilir ki, verilən bu çoxhədli vuruqlarına ayırın. 12a kvadrat minus 24a bərabərdir. 12a-nı çıxaram mötərizə xaricinə. Birinci ifadədə nə qalır? A qalır. İkincidə nə qalır? 2 qalır. Yəni olur C variantı. 66-da nə deyilir? Verilən ifadənin qiymətini tapın. Əsaslar nədir bizdə? 16-dır. Yəni hər ikisində eynidir. Ortasında vurma işarəsi. Vuranda nə edirdik? Qüvvət üstlərini toplayırdıq. Yəni 16 üstü. Bu ikisini cəmləsən bizə verər 0.5. Amma sən bunu yazmalısan 16 üstü 2-də 1 kimi. Niyə belə yazırsan? Çünki üstü 2-də 1 kəsr olanda bu bizə kök verir. Kök altında 16. Bu da nə verir? 4 verir. Yəni D variantı. 67-də deyilir ki, 4-cü rübdə yerləşən A nöqtəsindən bunu təsvir edilir. Bu olsun bizim Descartes koordinat sistemimiz. Və 4-cü rüb, 1-ci rüb, 2-ci rüb, bura 3 və burada 4-dür. Yəni bu rübdə nəyimiz var? Bir A nöqtəmiz var. Və bu A nöqtəsindən apsis oxuna qədər olan məsafə. Apsis oxu bilirəm ki, x oxudur. Verilib bu məsafə. Bu məsafə nədir bizdə? 4-ə bərabərdir. Ordinat oxuna qədər olan məsafə bəs nədir? Ordinat oxuna qədər olan məsafə də budur. Bunu da bizə verib neçə? 6. O zaman mən buradan bu hissəni də 4 tapıram. Bu da buna bərabər olur. Bu da 6 olur. Mən x-dən y-i tapıram. X və y. Baxın, bizim burada koordinat başlanğıcımız var. Hər hansı bir O nöqtəsi 0-dır bura. 0-dan gəlir x-ə kimi. Nə qədər gəlib? 6 gəlib. Və x-im ikinci. Baxın, bu ox üzrə x-im nədir? Müsbətdir. Yəni bizim x-imiz nə olur? Müsbət 6 olur. Gəlirəm y-ə. Buradan gəlib y ta ki bura kimi. Neçədir? 4-dür. Amma bizim bu y oxunda, baxın bu hissədə bizim y-imiz nədir? Mənfidir. O zaman nə yazaram? 6 mənfi 4 yazaram. Y variantı. 68-də deyilir ki, verilən bu permutasiyaların cəmini tapın. Permutasiya 4-dən 4 bilirəm ki 4 faktorialdır. Plus 3-dən 3 də bizə 3 faktorialdır. 4 faktorial nədir? 1 vur 2 vur 3 vur 4-dür. 3 faktorial da nədir? Üstə gəl 3 vur. Daha doğrusu 1 vur 2 vur 3-dür. Bərabərdir. Bu bizdə 1 vur 2 vur 3'ü buradan çıxarsam 4 plus 1 verir. 5'i də vuraram 6'ya. Bu hissə 5, bu hissə 6 verir. Bu da cavabı verər 30. Yəni B variantı.
69-da deyilir ki, A və B çoxluqları üçün B A'ya daxildir. B A'ya daxildir nə deməkdir? Baxın, bizdə hər hansı bir burada A çoxluğu verilir, böyük çoxluq. Və burada deyilir ki, bu daxildir işarəsidir bizdə. Yəni B çoxluğu A'nın içinə daxildir. O zaman burada gətirib içində nə yazaram? Bir B çoxluğu yazaram. Bizə deyilir ki, A'ya 9 element daxildir. Böyük nədir? Bizdə 9 elementdir. Və NB deyir 4'dür. Kiçiyimizdə də nədir? 4 dənə element var. İndi nə edirik uşaqlar? A çoxluğundan təsadüfən seçilən 2 elementin. Məndə 9 element var. A'da 9 dənə daxil. Bunlardan ikisini seçirəm. Və bizə şərtdə qeyd edilməyib ki, sən bunları seçəcəksən. Yəni bizdə tutalım 1-dən 9-a kimi şarlar var. Sənə deyir ki, onlardan ikisini seç. Demir ki, sənə 5 və 6 nömrəlini seç. Sadəcə ikisini seçməlisən. Bu bizə nədir? Kombinzondur. Yəni seçim yoxdur bizdə. Kombinzon 9-dan 2-yə. Və bizə deyir ki, 2 elementin A fərq B çoxluğuna daxil olması. Birinci sualda qeyd etmişdim. A fərq B nə idi? Yalnız A'ya daxil olan. İndi baxın, B'yə 4 dənədir. A'ya ümumi 9 dənədir. Yalnız A istəyirəm. Baxın, bu boş ərazi istəyirəm. Onda bura 9 minus 4, 5 dənə element eləmir? Eləyir. Ümumi halları yazdım 9-dan 2-yə. Bəs əlverişli hallarda lazımdır axı ehtimalda. Əlverişli halı mümkün hala bölməliyəm. O da bizə 5 elementdən ikisini seçməlisən. 2 element seçirsən. Yəni kombinzon 5-dən 2. Bunu həll edirsiniz, eləyir cavab. Həll eləyək. Baxın, 9-dan 2 nə deməkdir? 9 faktorial böl. 9 minus 2, 7 faktorial və burada vur 2 faktorial. İxtisar gedir, burada 8 vur 9, burada 1 vur 2. 2 ilə də 8 gedir, alıram 36. O birisini də alıram 5-dən 2, yəni 5 faktorial böl, 3 faktorial vur 2 faktorial. 4 vur 5, burada da 1 vur 2. İxtisarını aparsam alıram 10. Cavab nə eləyir? 9-dan 2 hissəsi elədi bizdə 36, burada 10. İxtisarımı eləsəm alınır 18-də 5, B variantı. Trapesiyanın sahəsi tələb olunur. Sahə nə idi bizdə? Oturacaqlar cəminin yarısı vur hündürlük. S bərabərdir. Oturacaqları 4 və 2, yazıram 4 plus 2 cəmini. Bölünsün 2, vur hündürlük. O da 12-yə bərabərdir. 6, 6-nı da 6-ya vursam 36. Bunların cəmi eləyir 6. Altlar vuranda eləyir 36. Y variantı. 71-də deyilir ki, ABC üçbucağında S90-dır. Bura məlum. Kosinus alfa vur tangens beta. Ha, bizdən bunu soruşur. Kosinus alfa vur tangens nə? Beta. Bərabərdir. Düzbucaqlı üçbucaqda bilirəm ki, kosinus alfa nədir? Bitişik qatetin, yəni A-nın hipotenuza nisbəti, S-yə nisbəti. Vurulsun. Tangens beta nədir? Beta buradadır. Qarşı qatetin bitişik qatetə nisbəti. Qarşı qatet A-dır bu hissə. Bitişik qatet də B-dir. Buradan vuranda nə eləyir? A kvadrat böl BS eləyir. Yəni A variantı. 72-də deyir ki, kosinus 20 dərəcə A olarsa, sinus 10 dərəcəni A ilə ifadə edin. Məndə belə bir düstur var ki, kosinus 2 alfa bərabərdir kosinus kvadrat alfa minus sinus kvadrat alfa. Yaza bilərəm belə bir düstur. Kosinus 2 alfa nədir? 2 vur 10 dərəcə deməkdir. Baxın, 20-ni yazdım 2 vur 10 kimi. Çünki bizdə 10 var burada. Sinus 10 var. Onda bu nə eləyir? Kosinus 2 alfadan alfa yaranıb. Alfa da bizdə nədir? 10'dur. Yazıram. Kosinus kvadrat 10 dərəcə minus sinus kvadrat 10 dərəcə. Bizdən sinus tələb eləyir deyə kosinusa ehtiyac yoxdur. Yəni mən kosinusu aradan çıxarmalıyam. Yazıram. Kosinus 2 vur 10 20 dərəcə bərabərdir. Kosinus 20'nin 10'un yerinə yazıram daha doğrusu. Bunun yerinə yazıram. 1 minus sinus kvadrat alfa. Hardan yazıram? Çünki bizim əsas eynilik var. Sinus kvadrat alfa plus kosinus kvadrat alfa 1 idi. Buradan kosinus kvadrat alfanı tapsam 1 minus sinus kvadrat alfadır. Onu da yazmışam yerinə. Aha. Daha sonra nə edirəm? Minus da sinus kvadrat 10 dərəcə bərabərdir. Kosinus 20 dərəcə bərabərdir. 1 minus bunlarda eləyir 2 dənə sinus kvadrat alfa. Aha. Bizə nə tələb olunurdu? Sinus alfanı. Yəni sinus 10 dərəcəni. Daha doğrusu burada 10 dərəcələrdir. Alfalar yazmayaq.
10 dərəcələrdir. İndi mən buradan 2 sinus kvadrat 10 dərəcəni tapsam bizə nə verir? 2 sinus kvadrat 10 dərəcə bərabərdir. Nəyə? 1 minus nə? Kosinus 20 dərəcə. Bölünsün də 2 yazıram. Bu 2-ni buradan silirəm. Bu şəkildə. İndi baxın. Sinus kvadrat 10 dərəcə yazıram. Sinus kvadrat 10 dərəcə bərabərdir. 1 minus kosinus 20 nəyə bərabər idi? Baxın, kosinus 20 a-ya bərabərdir. 1 minus a bölünsün 2. Sinus kvadrat 10 budursa, onda sinus 10 nə eləyər bizdə? Kökdə 1 minus a bölü 2 eləyər. O da nə verir? C variantı verir. Bu şəkildə. İndi növbəti sualda deyilir ki, a bərabərdir kosinus 271, a bərabərdir 271 dərəcə kosinusdan özdə. B də nədir? Tangens mənfi 187. Aha. İndi mən bu tangensdə mənfi olduğundan bu tangensdəki mənfini qarşıya ata bilərəm. Mənfi tangens 187 yaza bilərəm bunu. İndi mən bunların işarələrini müəyyən etməliyəm. Bunu çəkək. Descartes koordinat sistemini. Bura y-dir, bura x-dir. Kosinus 271. 270 bilirəm ki, bu xəttdir. 271 olur artıq 4-cü rüb. 4-cü rübdə mənim kosinusum nədir? X-lər oxudu. Yəni müsbətdir. Bu oldu müsbət. Yəni yazıram a böyükdür 0-dan. Gəlirəm tangensə. Tangens 187. 180 buradır. 187 gəlir 3-cü rüb. 3-cü rübdə tangens nədir? Mənfidir. Amma qarşısında da bir mənfi var. Baxın, burada da bir mənfi var. Bunda tangens nə eləyir? 2 dənə mənfi bir-birini eləyir. Nə? Daha doğrusu tangens müsbətdir uşaqlar. Müsbət olur. Bura axı bizim x-imiz nədir? Mənfi. Y də mənfidir. Tangensdə bizdə nə idi? Sinusun kosinusa nisbəti. Sinus bizdə x-lər oxudu. Mənfidir. Kosinusda y-lər oxudu. Bu da daha doğrusu tərsinə. Sinus bizdə y-lər oxudu. Kosinus x-lər oxudu. Bunları böləndə mənfi bir-birini müsbət eləyir. Tangensin qarşısındakı bu mənfidə o müsbəti eləyir təzədən mənfi. Yəni bizim B-miz eləyir mənfi, A-mız eləyir nə? Müsbət. Bu da eləyir hansı? A böyükdür 0, B kiçikdir 0, A variantı. Aha. 74-cü sual uşaqların səhv elədiyi sual. Aha. Burada nə edirik? Deməli bizdə qatar verilib. Bizdən nə tələb olunur burada? Deyir qatar birinci tunelə girməyə başladığı andan. Baxın, girməyə başladığı andan. Girməyə başladığı an haradır? Baxın, buradır. Buradan deyir qatar. Bu tuneli tərk eləyənə qədər, yəni buranı tərk eləyənə qədər, tam tərk eləyənə qədər nə qədər yol getmiş olar? Daha doğrusu neçə dəqiqəyə gedər bu yolu? Onu tapmaq üçün də birinci getdiyi yolu tapmalıyam. Sürət də verilib. Oradan tapa bilərəm onun neçə dəqiqəyə getdiyini. Aha, bu tuneli neçə dəqiqəyə gedir? 500 dəqiqəni bilmirəm hələ ki. 500 metr gedir, düzdür? Daha sonra bunlar arasında 15 kilometr var. Buranı da gedir. Yazıram 15.000 metr buranda. Metrə çevirdim kilometri. Plus 300 metr bu tuneldir. Amma əsas məkan burada var. Baxın, tunelə gəlib bura kimi qatar çatır. Amma tuneldən hələ ki qatar çıxmayıb. Niyə? Çünki qatarın uzunluğu 200 metrdir. Mənim qatarım bu tuneli tam tərk etməsi üçün qatar buradan da 200 metr getməlidir ki, onun ön hissəsi burada olsun, arxa hissəsi burada, yəni tam tərk etmiş olsun. Onda üzərinə bir dənə gələrəm, 200 gələrəm. Bu da eləyir bizdə 16.000. Nə? 16.000 metr. Amma bizdə sürəti nə ilə verib? Kilometr böl saatla verib. Bu da neçə eləyir? 16 kilometr. Aha. S verilib neçə? 16. V-ni də verib şərtdə 64 kilometr böl saat. Onda T-ni necə taparam? S böl V-dən taparam. S 16, V-də 64. Böləndə eləyir 4/1 saat. Amma bizdən nə ilə tələb olunur? Burada dəqiqə ilə tələb olunur. Dəqiqə ilə tələb olunur deyə bunu da vuraram nəyə? 60 dəqiqəyə. 1 saat 60 dəqiqədir axı. Bu da eləyir 15 dəqiqə. Cavab eləyər 15. 75-də deyilir ki, verilən bu tənliyin kökləri hasilini tapın. Baxın uşaqlar. Loqaritma iki əsasdan hələ ki buna baxmayın. İki əsasdan bir sual işarəsi götürün. Bu nəyə bərabərdir? 3-ə bərabərdir. Onda mənim sual işarəm nədir? 2-nin kubudur. Mən bu 3-ü buradan 2-nin kubu yazsam, ataram qarşıya. Loqaritma iki əsasdan 2-də 1 eləyər, cavab eləyər 3.
Yəni mənim bu ifadəmin yerində nə var? 2-nin kubu var, 8 var. Onda mən nə edirəm? Verilən həmin ifadəni bunun yerində 2-nin kubu var idi axı. 8-ə bərabər eləyirəm. Yazıram loqaritm 2 əsasdan x-in kvadratı minus 3 loqaritm 2 əsasdan x plus 4 bərabərdir 8. Aha. Baxın, hamımız bilirik ki, buradan loqaritm 2 əsasdan x-ə 1 t deyə bilərəm. Olar da. Onda bu nə eləyər? T-nin kvadratı eləyər. Minus 3t plus 4 minus da 8 bərabərdir 0. Alıram t kvadrat minus 3t minus 4 bərabərdir 0. Buradan t1'i tapıram 4. T2'ni də tapıram -1. Toplayanda 3, vuranda -4 verən ədədlər. Aha. T1 4'dür, T2 -1'dir. Amma mən burada t-ni nəyə demişəm? Loqaritmaya demişəm. Yazıram loqaritma 2 əsasdan nə? X bərabərdir nəyə? 4'ə. Onda x'i alıram 2 üstü 4, 16. Yəni 2 üstü 4, 4'ü atsam burada qabağa verir 4. Bayaq dediyim kimi. Y-i nə tapıram bəs? Daha doğrusu ikinci kökünü nə tapıram? Loqaritm 2 əsasdan x'i bərabər eləyirəm. Bu halda -1'ə. Onda x eləyir bizdə 2'də 1. 2 üstü -1 eləyir. Bunda 2'də 1 yazarım. Bizə deyir bunların hasilini 2 üstü 4 16'dır. Vurarsan 2'də 1'ə. Eləyər neçə? 8. Cavab oldu bizdə 8. Kökləri hasilidir, bəli. Verilən bu bərabərsizliyin tam həllər cəmini tapın. İlk öncə burada görürəm bir çevrilmiş kvadrat tənlik. Bu kvadrat tənliyin kökləri cəmi 6'dır, hasili -7'dir. Aha. Mən buradan nəyi götürərəm? Hasili -7 eləsin, cəmi 6. Götürərəm 7 ilə -1'i. Yəni mən bu kvadrat tənliyi yazaram x çıx 7, x plus 1 şəklində. Bu da kiçikdir nədən? 0'dan. Bunu həll eləyərəm intervallar üsulu ilə. x1 7'dir, x2 də -1'dir. Gətirib yazaram. -1, burada da 7. Aha. 8 yazsam 7'dən böyük müsbətdir. Növbələşir. Müsbət, mənfi, müsbət. Bizə hansı aralıq lazımdır? Mənfi aralıq. Niyə? Çünki 0'dan kiçikdir. Mənfi aralıq, baxın burası. -1'dən nəyə kimi? 7'yə kimi. Bizdən nə tələb olunur? Tam həllər cəmini tapın. Tam həlləri nə eləyir? -1, daha doğrusu -1 daxil deyil bura. 0, 1, 2, 3, 4, 5 və 6'da saxlayırıq. 7 daxil deyil. Bunları toplayanda neçə eləyir? Səhv eləmirəmsə 21 eləyir. Cavab olur 21. Bir də var. Oturacağının perimetri 15. Yan tili 9 olan düz prizmanın yan səthinin sahəsini tapın. Aha. S-yan nə idi bizdə uşaqlar? P oturacaq vur H idi. Yan səthinin sahəsinə yazaram. P oturacaq vur H. Aha. Daha sonra nə edirəm? P oturacağım nədir? Üçbucaqlı oturacağının perimetri prizmanın nədir? 15'dir. Yazaram 15. Vur və mən prizmada bilirəm ki, onun yan tili nəyə bərabər olur? Elə hündürlüyünə bərabər olur. O zaman bu da nədir? 15'i vuraram 9'a neçə eləyər? 135 eləyər.